Salam aleyküm mənim kollegalarım. Bugün biz sizə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Ailə Təbabət Kafedrasının müdiri, tibb elmləri doktor Eldar Hətamzadə sizə bu dərsimizi təqdim edəcəm. Yuxarı tənəffüs yollarının selektiv qişasının kəskin iltihab sindromu. Siz bilirsiniz ki, son zamanları bizdə, ümumiyyətlə dünyada bu kəskin tənəffüs yollarının iltihab sindromu çox yayılıb. Etiologiyası nədən olur? Viruslar, qriplər, paraqriplər, rinoviruslar, koronavirus, enteroviruslar, bakteriyalardan, streptokoklar, meningokoklar və mikoplazma. Patogenezi virus və ya bakteriyaların yuxarı tənəffüs yollarının selektiv qişasını aerogen yolla daxil olması nəticəsində meydana gəlir və kataral iltihab yaradır, soyuqdəməyə meyillidir. Klinikamızda rinit burun selektiv qişasının iltihabıdır. Burunda ifrazat, askırma, çətinləşmə burun tənəffüs, baxış və rinoskopiya selektiv izinli ifrazat. Tonzilit badamcıq bəzlərinin iltihabıdır. Udqunma zamanı ağrılar olur. Vəzilər böyüyür, giperemiyalıdır. İrinli folikul və ya lakunalarda irin əşkar olunur. Bu halda folikular və ya lakunlar angina diaqnozu qoyulur. Kliniki zamanı vəzlərdə dəyişikliklər kataral angina kimi dəyəndirilir. Faringit, uzlaq və qırtılaq selektiv qişasının iltihabıdır. Boğazda ağrılar, qaşınma, udqunma ağrılı olur. Faringoskopiyada giperemiya, ödem, selektiv qişasında dənəbari, hərdən xırda nöqtəli gemorragiyaları biz görə bilərik. Laringit, qırtlağın iltihabıdır. Hürültülü öskürək və səsin batması xəstəliyi narahat edir. Laringoskopiya səs tellərinin qalınlaşması və giperemiyasıdır. Trakeit, nəfəs yolunun iltihabıdır. Doş sümüyün arxasında göynəmə 2-3 həftə davam edən quru, azabverici öskürək. Diaqnoz subyektiv sindromlar əsasında qoyulur, lakin trakeoskopiya bu da oluna bilər. Bronxit, bronxların selektiv qişasının iltihabıdır. Əvvəl quru, sonra kiçik miqdarda bərgəmli öskürək. Auskultasiya zamanı hər iki tərəf dörədə dağıtmış quru fısıltılı xırıltılar. Rengenskopiyada ağciyərin selektiv güclənir. Bronxoskopiya. Yuxarı tənəffüs yolunun selektiv qişasının kəskin iltihab sindromu diferensial diaqnozi qripin epidemiya şəklində olur. Az hallarda isə sporadik baş verir. Kəskin başlanğıcıq, 39-40 dərəcə hərarət, 3-4 gün, intoksikasiya, ümumi simptomlar, yerli kataral simptomlarla üstün gəlir. Yerli biz nə görə bilərik? Əsasən traket və rinit əlamətləri, nevroloji və gemorragik simptomlar yanaşa gedir. Qanda leykopeniya olur, neutropeniya, eozinofiliya müəyyənləşdirilir. Spesifik diaqnostika suları aparılır. Enterovirus infeksiyalarında xəstəlik qrupları olur, kəskin başlayır, hərarət 38-39 dərəcə, 3-4 gün intoksikasiya nəzərdə çarpılır. Əsasən yuxarı tənəffüs yolları zədələnir, rinit, faringit. Həmçinin gastrointestinal nevroloji pozuntular da müəyyən olunur. Qanda mülayim leykositoz. Paraqriplər, ocaqlı epidemiya şəklində olan xəstəliklər tədricən başlayır, qızdırma 38 dərəcə, 2 gün davam edir, mülayim intoksikasiya. Əsasən yuxarı tənəffüs yolları
zədələnir. Laringit. Virus infeksiyalarının qruplarda epidemiya ocaqlı baş verən yüksək kontagioz xəstəlikdir. Tədricən başlayır. Qızdırma 38-39 dərəcə, 3-6 gün intoksikasiya müəyyənləşdirir. Əsas forması yuxarı tənəffüs yollarının zədələnməsidir. Bronxitlər, çox zamanlı bronxial obstruksiya əlamətləri, qanda mülayim neutropeniya və eritrositlərin sürət çəkməsinin sürətlənməsi. Adenovirus infeksiyalarının sporadik və ya kiçik qruplar ocaqlarda olan xəstəlikdir. Kəskin başlanır. Qızdırma 38-39 dərəcə, 5-14 gün davam edir. Mülayim intoksikasiya. Əsasən yuxarı tənəffüs yollarının zədələnməsi, faringit, tonzilit baş verir. Konjüktivit, gastrointestinal pozuntular, limfadenopatiya da ola bilər. Qanda mülayim leykopeniya, spesifik diaqnostika metodları aparılır. Rinovirus infeksiyalarında qrup şəklində rast gəlir. Kəskin başlanır və qızdırma 1-2 gün ərzində 37 yarım intoksikasiya olmur. Qan dəyişilmir. Ağciyər toxunmasının bərkimə sindromu. Etiopatogenezdən etiologiyası ağciyərin iltihab prosesidir. Ağciyərin infarktı, ağciyərin birləşdirici toxunmasının xərçəng toxunmaları ilə əvəz edilir. Patogenezdən göstərilən bütün etiologiya amilləri ağciyər və onun hissələrinin havalandığını azalmasını gətirir. İltihab ocaqlarında fibrinlə, qanun formaları elementləri ilə hava alveollarında sıxılaşdırılır, çıxarıldırılır. Ağciyərin infarkt zamanı alveollarla qan köpür, sonra iltihab inkişaf edir. Pnevmoskleroz, böyük şişlər olduğunda hava toxumları havasız toxumlarla əvəz olunur. Klinikada böyük ocaqlı bərkimə, bütöv ağciyər, böyük segment. Baxış, döş qəfəsinin xəstə tərəfinin tənəffüs zamanı geri qalması. Bir palpasiya zamanı zədələnmiş sahəsinin üzərində səs titrəməsinin gücləndirilməsi. Perkusiya zamanı bərkimə zonası üzərində küt perkutor səsin əmələ gəlməsi. Auskultasiya zamanı bərkimə zonası üzərində bronxial tənəffüs eşidilməsi. Xırda ocaqlı bərkimə, hissəçilik, pnevmoskleroz. Kliniki mənzərə, ocaqların bərkiməsinin dərinliyində, onların ölçüsü və miqdarında asılıdır. Baxış, tənəffüs zamanı xəstə tərəf geri qala bilər. Palpasiya zamanı xəstə tərəfin səs titrəmənin yüngül güclənməsi. Perkusiyada perkutor səsi kütləşməsi. Auskultasiya zamanı bərkimə ocaqların üzərində vezikulyar tənəffüsün zəifləməsi, məhdud səbəbdən xırda köpüklü, səsli, sulu, xışıltılar eşidilir. Döş qəfəsinin nevroloji müayinələri ağciyər pay və ya segmentində müvafiq olaraq kölgələrin əşkar edilir. Müxtəlif ölçüdə xırda kölgə ocaqlar əşkarlanır. Ağciyər şəklinin güclənməsi müşahidə olunur. Ağciyər diferensial diaqnostikanın ümumi əsasları. Klinika, öskürək, tənginəfəslik, döş qəfəsində ağrılar, tənəffüs zamanı döş qəfəsinin bir hissəsinin geri qalması, səs titrəməsinin güclənməsi, küt və ya kütlənmiş perkutor səs, bronxial və ya zəiflənmiş vezikulyar tənəffüs, krepitasiya, səsli xırda körpüklü yaş xışıltıları, İlkin pnevmoniya, ateroskleroz, ağciyərin vərəm, ağciyərin infarktı,
ekskluziv pleurit. Əlavə müayinələr hansılardır? Mütləq qanın kliniki analizi, döş qəfəsinin rengenqrafiyası, bəlgəmin bakterioloskopiyası və bakterioloji müayinəsi, göstəricilər əsasən kompüter tomoqrafiya, bronxoskopiya, torokoskopiya və ağciyərin biopsiyası. Rengenoloji müayinələr nəticəsində asılı olaraq diferensial diaqnostika, məhdud kölgəlik və ocaqlı, tez-tez rast gələn xəstəliklər, bakterial pnevmoniyalar, ocaqlı və infiltrativ vərəm, şiş səməni ateroskleroz, ağciyərin periferik xərçəngi, nisbi nadir xəstələr, xronik pnevmoniya, pnevmoskleroz, xərçəng pnevmoniti və paraqangrenos pnevmoniya, ağciyər zədələnməsi, ağciyərin infarktı, eozinofiliya infarktları, aktinomikoz, kandidamikoz. Yumruq gölgələrdə çox hallarda vərəm infiltratı, tuberkuloma, ağciyərin periferik xərçəngi, bağlı kista, nadir xəstəliklər, pnevmoniya, eozinofiliya infarktı, bağlı abses, sifilisi qumma. Çox saylı qaraltılar, tuberkulpulmonar, şişlərin metastazların göbələk zədələnməsi, ağciyərin disseminasiya xəstəlik qruplarında fibroz alveolitlər, granulomatoz, şişlərin, ağciyər şəklinin güclənməsi, xəstəlik qruplarının, pnevmosklerozun və limfa dövranının pozulması. Pnevmoniya etiologiyası, bakteriyalar, pneumokoklar, streptokoklar, stafilokoklar, klebsiella, bağırsaq köpüğü, viruslar, qrip, paraqrip, adenoviruslar, mikoplazma, riketiyalar, göbələkdir. Patogenezin əsas amilləri birinci və ikinci immun statusun pozulması, mikrosirkulyasiyasının pozulması, kliniki intoksikasiya sindromu, şikayətləri nə olur xəstələrdə? Öskürək, tənginəfəslik, döş qəfəsində ağrılar, ağciyər toxumasında böyük ocaqlı bərkimə sindromu, qrupoz pnevmoniya, ağciyər toxumasında kiçik ocaqlı bərkimə sindromu, ocaqlı pnevmoniya, fəsadlar, ağciyərin absesi, ekskluziv pleurit, parametropnevmatik, kəskin tənəffüs çatışmaları, ağciyərdən xaric, infeksion, toksiki, şok, miokardit, perikardit, bakterial endokarditlər, meningitlər, difuz glomerulonefritin hepatit. Təsnifat, etiologiyaya görə bakterial, virus, mikoplazmalar, riketiyalar, allergik. Patogenezə görə ilkin və ikincili. Klinika və morfoloji görə krupoz ocaqlı. Gedişata görə kəskin, uzun sürəndir. Əlavə müayinələr üsulları, qanın kliniki analizi, bəlgəmin ümumi analizi, antibiotiklar həssaslığı edilməsi, döş qəfəsinin rengenskopiyası.